Kürəkənini qulağından bıçaqlayan qayın niyə özü həyatla vidalaşdı? Qaraçılar da cıqanlar idi, 2-3 ay evlənmişdilər. Ailəli qadının virtual dostu ilə qoşulub qaçmasının səbəbi nədir? Bəlkə də indi onu tapsaydım da, öldürsəydim də, indi mən türmədə olardım. Ani şəhvət, yoxsa ailə məişət zorakılığı? Hətta özümü öldürmək qərarına da gəlmişdim, körpə balama yazığım gəldi. İsti izlərdə izinizi itirməyin. Paytaxtın Suraxan rayonunda qohumlar arasında düşən mübahisə sonda onlardan birinin həyatı bahasına başa gəlib. Analoji hadisə Cəlilabad rayonunda da qeydə alınıb. Qaradağda isə ata ilə oğul istintaqa cəlb olunub. Qohumlar arasında düşən mübahisə sonda bir nəfərin ölümü ilə nəticələndi. Hadisə Cəlilabad rayonunun Təbriz küçəsində baş verib. 46 yaşlı Rizvan Əzzov ailə münaqişəsi zəminində bacısının keçmiş həyat yoldaşı 55 yaşlı İrahim Murtuzov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qardaşı pul göndərir, içir burada, içdi, piyan keçdi, o həyatda olur. Keçdi, gəldi burada, vurdu, öldürdü. Qeyd edək ki, mərhum Rizvanla onun keçmiş kürəkəni İrahim qonşu olublar. Qonşular arasında son münaqişə isə torpaq üstündə yaranıb. Mərhumun atası Seyran Əzzov iddia edir ki, onlara məxsus həyatyanı torpaq sahəsi keçmiş kürəkəni və onun qardaşı tərəfindən qeyri-qanuni olaraq hasarlanıb. Bu isə tərəflər arasında əvvəlki ədavəti bir daha şiddətləndirib. Əvvəldə aralarında elə həyatimi aldı da, müqayisə deyil bu. Bəli, onun üstündə. Qızım da bizdə, bir ildir bizdə yaşayıb. Qoymuram, alqaşdı, qoymuram. Qarın nahiyəsindən bıçaqlanan Rizvan Əzizov elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən İrahim Murtuzov isə Cəlilabad rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun cinayəti törətdikdən sonra su quyusuna atdığı mətbəx bıçağı da polislər tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamı öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam edir.